Elmira Mərbinizi bugün biz TOEFL IBT Writing haqqında danışacağıq. Deməli, TOEFL IBT Writing bölməsi, yəni TOEFL-ın Writing bölməsi iki tapşırıqdan ibarətdir. Birinci adlanır Integrated Writing, ikincisi isə Academic Discussion-dır. Classroom Discussion-da, Academic Discussion-da deyirlər. Deməli, Integrated Writing-də bizdə nə deməkdir? Bir mətn oxuyursunuz və bir dənə dinləməniz olur. Mətnə 3 dəqiqə vaxt verilir oxumağınız üçün. Mətn nədən ibarət olur? Bir mövzudur və o mövzuda 3 dənə arqument gətirir. Yəni o mövzu haqqında. Eyni ilə mühazirədə də mühazirəçi həmin mövzu ətrafında danışır və həmin arqumentlər, 3 arqumentdə mühazirədə verilir. Yəni əksər halda bunlar bir-birinə zidd olur. Yəni 80% halda mətndəki arqumentlərlə dinləmədəki mühazirəçinin göstərdiyi arqumentlər bir-birinə zidd olur. Biz nə edirik? Bizə 20 dəqiqə vaxt verilir ki, bu mətnlə müəllifin dediklərini bir-birinə müqayisəli şəkildə yazıb təqdim edəsiniz. Burada qətiyyən öz fikrinizi ifadə etmirsiniz. Yəni öz fikrinizi heç bir şəkildə orada göstərmirsiniz. Sadəcə deməli introduction yazırsınız. Yəni introduction-da təqdim edirsiniz writing-lə, reading-lə, yəni mətnlə mühazirə bir-birinə ziddmi gəlir, yoxsa bir-birinə dəstəkləyirmi və hansı mövzu ətrafındadır. Sonra birinci paraqrafda hər ikisinin birinci arqumentini müqayisələndirirsiniz, ikinci paraqrafda ikinci arqumentləri müqayisələndirirsiniz, üçüncü paraqrafda da üçüncü arqumentləri müqayisələndiririk. Əgər vaxtınız varsa, conclusion-da yaza bilərsiniz, amma conclusion şərt olaraq tələb olunmur. Yazsanız daha yaxşıdır. Vaxtınız varsa yaza bilərsiniz. Burada 20 dəqiqə vaxt ərzində yazmalısınız və təxminən 200-220 söz civarında olmalıdır. Yəni ən azı 220 söz yazmalısınız. İkinci task, independent taskımız Academic Discussion. Bu nədir? Sinif sizin qarşınıza belə şəkil çıxır. Birincidə deməli bir müəllim, sinifdə olan müəllim mövzunu təqdim edir və iki tələbə öz fikrini bildirir. Yəni oxuyuruq bunu. Tələbələrin fikirlərini və müəllimin tapşırığını, mövzusunu oxuyuruq və sonra biz də həmin mövzu ilə bağlı öz fikrimizi yazırıq. Yəni burada artıq siz öz fikrinizi yazırsınız. 10 dəqiqə vaxt verilir və təxminən 100 söz, yəni minimum 100 söz yazmalısınız. 100-120 söz yazsınız, lap yaxşı olar. Deməli, writing-də nələri bilmək lazımdır? Çoxlu sinonimlər, akademik sözləri öyrənməlisiniz. Sonra mövzuları, məsəl üçün, Academic Discussion-a düşəcək mövzuları bilmək lazımdır. İnşallah gələcək videolarda bu mövzularla bağlı məlumat verəcəm. Bir də dinləmədə, burada bilirik ki, dinləməmiz vacibdir və dinləyərkən qeydlər götürməyiniz çox vacibdir. Yəni, biz mətn gözümüzün qabağında olacaq, 3 dəqiqə oxuyandan sonra da yəni gözümüzün qabağında olacaq mətn, amma dinləməni yalnız bircə dəfə dinləyə bilirik. Dinləyərkən mütləq şəkildə qeydlər aparmalısınız və paraphrasing-i yaxşı bilməlisiniz. Paraphrasing-i də əvvəlki videoda da qeyd etdiyim kimi necə inkişaf elətdirə bilərik? Çoxlu sinonim sözləri öyrənməliyik. Passive voice ilə active voice-i yaxşı öyrənməliyik. Yəni, paraphrasing nə deməkdir? Verilən məlumatı öz sözlərinizlə ifadə edirsiniz, amma fikir eyni qalır. Yəni, tamam fərqli sözlərdən istifadə edirsiniz, amma fikir eyni qalır. Amma paraphrasing sadəcə sözləri sinonimləri ilə əvəz eləmək deyil. Bunu yaxşı öyrənmək lazımdır. Bu halda diqqət eləmək lazımdır. İnternetdən paraphrasing exercises falan var. Araşdırıb, axtarıb məşqlər eləyə bilərsiniz və onun üstündə işləyə bilərsiniz. Bu qədər. Ümidvaram nəsə öyrədici oldu. Hər hansı bir suallarınız varsa rəy bölməsində qeyd edərsiniz. Təşəkkürlər.